olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Çünki mən elə ailəmdən, doğulduğum ailədə görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt, heç kəsin oğlunu xoşbəxt edə bilməz. Sunlu ola bilməz. Biz bu dünyada qadınıq. Baxın, imkanlı da qadın ola bilərik. Möhtəşəm təhsilimiz ola bilər. Sözümüzün kəsəri ola bilər. Ölkədə söz kəsəri ola bilər bizdə. İnsanlar hörmət eləyə bilər bizə. İnsanlar sevə bilər bizi. Pərəstişkarlıq da edə bilərlər. Belə olmaq da istəyərlər. Amma siz, xanım, qapını açıb evinizə girəndə sizin də tabi olduğunuz o kişi var. Onun sözü sizdən bir pillə yuxarıda gələcək. Zaten bu belə olmasa siz xoşbəxt olmayacaqsınız. Yəni siz əgər bir qadın kimi elə həmişə ona ultimatum verim, elə belə məcbur eləyim, idarə eləyim, bununla bir qadın xoşbəxt. Biz qadınlar, biz bizdən güclü kişinin yanında xoşbəxt olmalıyıq. Sizə Nigar xanım, qadınlara əzizlənmək yaraşar, qadınlara necə deyim, naz eləmək yaraşar, qadınlara sevgi yaraşar, amma kişi ilə yarışmaq yaraşmaz. Tağım əlim, mən sosial şəbəkədə o qədər şey, mənə indi yazırlar da qızlar. İnanın ki, mən indi bir çox qadınlarda, bilmirəm efirə gedəcək bu sözüm, yoxsa bunu zəhmət olmasa heç cürə də təhqir kimi qəbul eləməyin. Çünki bilirsiniz, bu düzdür. Yəni mən də neyiniyim, ağzımı bağlaya bilmirəm, düz danışan adamam.